Değerli izləyicilərimiz, değerli qardaşlarımız, bu evə bir dənə qiymət deyəcəm. Bu ev haqqında bütün məlumatları verəcəm və qiymət deyəcəm. Həqiqətən də mənlə razı olacaqsınız ki, insafla əla qiymət hörmətli izləyicilər. Masazır qəsəbəsində 6 nömrəli məktəbin yaxınlığında 110 kvadrat, 4 otaq, bax bura giriş qapısıdır. Girdik. Bura xuna falan deyil ha. Bura koridorudur. Hələ burada da bir dənə otaq var. Koridorudur. Elektrik işi, avtomatlara baxın, hər otağa bir dənə paltar yuyanaza dairə. Elektrik işi, santexnik işi, kombi xəttləri hamısı çəkilib. Beton piltələr monolitdir. Monolitdir. 4 otaq, 110 kvadrat. Bəzi yerlərə sorunlu vurub indi göstərəcəm. Pəncərənin üstü ilə kəmər atılıb. Deməli, birinci mərtəbə qoşa kubikdir. İkinci mərtəbədə qoşa kərpiz 30 santiyə qoyulub, üstündən kəmər atılıb. 6 qarajdır, 6 qaraj proyektindədir. Qiyməti deyəndə həqiqətən də, bu deyimdə qiyməti deyəndə nədir ki? 50.000 manatdır qiymət. Ayağımızın altı beton piltələrdir. Altının qarajı, istəsöz təmir edib nəsə şərait də yaratmaq olar orada. Otaqlar qəşəng geniş. 110 kvadrat, 110 kvadratda necə hesablamışam? Addımlamışam içərdən içəriyə. İçərdən içəriyə. Sənət kupçadır. Baxın, hamamda biraz qalım işlərə baxasınız. Deməli, sənət kupçadır. Fərdi yaşayış təyinatlı çıxarış. Masazır qəsəbəsi, bura mətbəxdir. Mətbəxin genişliyinə baxın. Kanalizasiya xətti, su xətti, elektrik qovşaqları hamısı qaydasındadır. Deməli, bir dənə işıq sayğacı var. Allahın köməyi ilə kupçalıdır. Müraciət eləyərsiniz, qazınızı, nə bilim, suyu falan hamısını alarsınız. Burada çornupol döşəyib. Bütün pəncərələrin də qarşısı açıqdır. İndi həyətini də sizə göstərirəm. Deməli, sənət kupçadır. Bura masazırdır. Qeyd edeyim ki, nəmişlik qəti yoxdur. Hündür yerdir, nəmişlik qəti yoxdur. Hava qəşəng. Ətraf tam yaşayışdır, iri tipli evlərdir. Baxın, qəşəng geniş küçəsi də var. Bu yol gedir, çıxır 6 nömrəli məktəbə. Baxın, ev budur. Dəhşət bir şeydir. 50.000 manata, 50.000 manata. Qardaş, yəni qardaş bu işlə məşğul olan adamdır. Sadəcə tikib, hal-hazırda pulu yoxdur, təmir eləyə bilmir, satır. Beton piltələrdən indi kimi istifadə eləyir. Toluna qədər atılıb. Özdə kağız tol deyil, o klonka ilə olandandır. Bax belə, bura küçəyə baxır. Buranın qaraj eləsiydi, daha yaxşı olardı məncə. Nə bilim, özün belə eləyib də. Kim istəyər, nəsə dəyişiklik eləyər. Bax, burada da belə əlavə köməkçi otaqlar. Oradan forçuqa qoyub havalanma üçün, işıq gəlməyi üçün. Çox qəşəng evdir. Hörmətli izləyicilər, 50.000 manatdır. Əgər sizə uyğundursa, əgər razısınızsa məndən ki, bu doğrudan da ucuz qiymətə satılır. Allahın köməyi ilə gəlin, peşman olmazsınız. Baxın, bu ətrafı da sizə göstərim. Qəşəng yekə darvazası da var. Birinci evdir, küçəyə baxan birinci evdir. Baxın, dəyərli izləyicilər, çox qəşəng evdir. Üstü paket krişadır, paketdir, dammağı falan yoxdur. Bax belə, zəng eləyin Allahın köməyi ilə. Hətta deyəsən, evin ətrafına fırlanmaq da mümkündür. Heç bura fikir verməmişdim. Baxın. Belə. Zəng eləyin Allahın köməyi ilə evi göstərək. Sağ olun.